Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Allah Taala'nın rəhməti, bərəkəti, məğfirəti hər birimizin üzərinə olsun inşallah. Növbəti bir Ramazan gəldi. Ömrümüzdən sanki bir gün təki, bir gün, 2 gün, 3 gün desək çox olar sanki. O qədər hiss edirik, o qədər bilirik ki, sanki 3 gündə Ramazan bitdi. Bir aylıq Ramazan orucu sanki bir gündə bitdi. Və Ramazan bir məktəb idi ki, biz o məktəbdə müəyyən şeyləri öyrənməliydik. Quran oxuya bilmiriksə, Quran oxumağı öyrənməliydik. Əzbərə surələr bilmiriksə, öyrənməliydik. Namaz qılmağı bilmiriksə və ya özümüzü namaz qılmağa hazır hiss eləmiriksə, hansı ki, insanların bəziləri deyirlər ki, mən özümü hələ namaz qılmağa hazır hiss eləmirəm. Qılaram, bir gün qılaram. Haçan qılacaqsan, əziz qardaş? Haçan? Can boğaza dirəşincə mi qılacaqsan? Yəni, bu dünyada olan peşmançılıq hissləri var. Biz onu bəzən yaşayırıq. O peşmançılıqlar biz bu dünyada olarkən bəlkə də müəyyən təlafisi olur işlərin. Ancaq qəbirdə, ancaq bu dünyadan köçəndən sonra olan peşmançılıq heç bir fayda vermir. Və o baxımdan namaz qılmaq istəyiriksə və ya haçansa qılmışıqsa, qılıb sonradan namazı buraxmışıqsa, hələ də namaza qayıtmaq istəmiriksə, bilək ki, ölüm göz ilə qaş arasındadır. Gəlib bir gün tapacaq. Azrail əleyhissalam gələcək və bizim canımızı alacaq. Bir əhvalatı sizlə bölüşmək istəyirəm. Bir imam olur kəndlərin birində. Bu imam çox içki içən, qumar oynayan, pis işlərlə məşğul olan bir insanı dəvət eləyir. Gedir buna namazı təbliğ eləyir, İslamı təbliğ eləyir, Allah Taala'nın dinini təbliğ eləyir və adam da başlayır namaz qılmağa. Və adam namaza başladıqdan sonra həmin imam onu hansı məclisə getsə özü ilə bir yerdə aparır. Və məclisdə buna söz verəndə o həmin o namaza gətirdiyi adamı da yanına çağırır. Onu nümunə göstərərək deyir ki, bax görürsünüz siz də namaz qılın. Bu mənim yanımdakı adam, bu da namaz qılmırdı, ağlına gələni eləyirdi, onu eləyirdi, bunu eləyirdi, içki, qumar, digər şeylərlə məşğul idi. Bu adam da həmişə başını aşağı salır, onun yanında gözləyir. Və günlərin birində, bu bir neçə dəfə belə təkrar olur, günlərin birində bu imam yenə mikrofonu əlinə alır, orada başlayır danışmağa cəmaatın qarşısında və adamı da yanına çağırır. Adam axırda deyir ki, sən bir kəlmə mənə də söz ver, mənim də bir ürək sözüm var. Adam mikrofonu götürür, deyir ki, mən deyir illərcə Allah Taala'nın əmrlərinə, qadağalarına uymadım. Ona uyğun hərəkət eləmədim, içki içdim, qumar oynadım. Amma əlhamdülillah Allah Taala hardasa məni biabır eləməmişdi. Səhvlərimi, xətalarımı keçmişdə də eləsəm üzümə vurmamışdı. Amma bu imam hər məclisdə gəlir məni biabır edir cəmaatın içərisində. Yəni həqiqətən bugünkü günümüzdə o qədər adamlar tanıyıram ki, namaz qılmaq istəyir, amma müəyyən xətalar üzərədir. Məsələn, içki içir. Deyir ki, mən içkini tərk edib namaz qılmağa başlasam, məni qınayacaqlar. Mən neçə dənə adam tanıyıram ki, həqiqətən, tam səmimiyyətimlə deyirəm bunu. Deyir ki, mən içki içənəm və ya əvvəl içki içmişəm, namaz qılmağa qorxuram, çəkinirəm ki, məni qınayarlar ki, nə oldu, içki içirdin, nə oldu, büyümlərin namaza getdin, nə bilim, belə elədin, elə elədin. Adam ona görə çəkinir. Yəni, o bir dünyada, bərzəxdə, Allah Taala'nın huzurunda qınanmaqdansa, bu qoy bu dünyada 5-10 nəfər səni qınasın, qardaş. Yəni, namazsızlıq həqiqətən çox böyük bir şeydir. Yəni, dərdim yoxdur deyən insanlar var, bəzən. Namaz da qılmır, dərdim də deyir yoxdur. Sənin namazsızlıq boyda dərdin var. Sənin namazın yoxdur. Sən bunu dərd eləməlisən özünə. Ki, mən niyə namaz qılmıram? Ya Rabbi, mən niyə namazı qismət eləmirsən? Əlbəttə ki, sən özünü bir fəaliyyət eləməlisən ona. Ya dua eləməlisən ki, ya Rabbi, mənə namaz qılmağı qismət elə. Baxın, o qədər asanlıqları var. Namaz qıla bilmirsənsə, get, bir dənə vərəqlər var. Sən öz ana dilində sözləri, hərflərindən get, çıxartdır, ərəbcədə oxuya bilmirsənsə, müəyyən bir müddət, oradan oxu. Və yaxud da Kirilcə bilsən, Kirildən oxu. Nə bilim, ərəb dilini yavaş-yavaş öyrən, ərəb əlifbasını. Ərəb əlifbasından oxu, mənalarını öyrən. Bil namazda nə oxuyursansa. Amma namazsız bu dünyadan köçmə, əziz insan. Çünki insanın ömrü elə-belə bir şey deyil. İnsanın zamanı elə-belə bir şey deyil. Bunu boşuna keçirmək ağılsızlıqdır. Bunu boş yerə sərf eləmək. İndi deyəcəksiniz ki, boş yerə niyə sərf eləyirik ki? Biz gedirik, ev tikirik, maşın alırıq, nə bilim nə. Bunları eləməyin demirəm. Eləyin.
Qəşəng maşın da alın, qəşəng ev də tikin, qəşəng nə bilim şərait qurun. Rahatçılığınızdan ötəri eləyirsinizsə əgər, rahat yaşamağınızdan ötürü eləyirsinizsə əgər, zəkatınız, sədəqəniz yerindədirsə eləyin. Ancaq əziz insanlar, o bir dənə söz var, deyir ki, bir atımlıq barıdım var məsələsi var. Həqiqətən bir atımlıq barıdımız var bizim, bir dənə canımız var. Öldük, qurtardı məsələ. Və bu bir atımlıq dediyimiz barıdımız var. Bu bir atımlıq barıda olan ömrümüz var ki, bir daha bu dünyaya gəlməyəcəyik. Hər birimiz istəyərik ki, qədir bilən varlığa sərf eləyək da. İnsanlar nankordur. İnsan Rəbbinə qarşı nankordur. İnnəl insənə li rabbihi ləkənud. Şübhəsiz deyir ayət-i kərimədə. İnsan Rəbbinə qarşı nankordur. Rəbbinə qarşı nankor olan insan sənə qarşı sadiqlikmi nümayiş elətdirəcək? Yəni, orada bəzən insan bir xəyanətlə üzləşəndə çox təəccüblənir. O, niyə təəccüblənirsən? Allaha qarşı nankor olan bir insan, Allahın əmrlərinə üsyan eləyən bir insan, Allah göz verib, ağıl verib, baş verib, evlat verib, ruzi verib, bu qədər şeyin qarşılığında bir dənə səcdəni Allaha çox görən insan sənə qarşı mı sadiq olacaq? Yəni, bunu biraz məntiqlə düşünmək lazımdır. Və hər bir insan istəyər ki, insanın əziyyəti itməsin. İnsanın əziyyətini itməyi çox böyük şeydir. Mən buna görə bu qədər əziyyət çəkmişdim deyirsən, bəzən. O əziyyəti insanlardan ötürü çəksən, insanların xoşuna gəlməkdən ötəri, insanların gözündə mərtəbənin yüksəlməsindən ötəri, insanların səni tərifləməsindən ötəri, insanların səni uzatmasından ötəri eləyirsənsə, bil ki, insanlar nankordur və əziyyətləri, heç bir əziyyəti itirməyən sadəcə Allah-u Teala'dır. Necə ki, ayət-i kərimədə buyurur, kim deyir zərrə misqal, zərrə qədər xeyir işləyərsə onun qarşılığını alacaq. Kim də deyir zərrə qədər şər işləyərsə, pis iş görərsə onun qarşılığını alacaq. Bundan gözəl ədalət varmı? Ona görə də gec olmadan namaza başlayaq inşallah. Yəni, sağa sola baxa-baxa durmayaq. Sənə deyirəm, qardaş, namaza başlayaq. Bu dünyadan namazsız köçməyin. Namaz, namaz, namaz.